Bir iki gün bundan qabaq bir yaxın dostla gezə-gezə düşürdük şəhərə. O dostla da bizim artıq görüşümüz ənənəvi olub da. İldə bir dəfə, yəni bax bu ərəfədə, fevral-mart ərəfəsində biz görüşürük, xüsusən gedirik onun şəxsən hazırladığı zalon balığını dadlamağa. Onu da deyim sizə ki, həmən mənim dostum balıq sahəsində çox biləcəkli adamdır. Yəni həm özü balıq sevərdi, həm də ki bu işlə uzun müddət məşğul olub. Yəni o balığın hazırlanma texnologiyasını bilir. O balığın, yəni demək olar ki, balıq nə ilə yaşayır, hər şeyi bilir də. Balığın içini də bilir, üstünü də bilir. Həmçində bir müddət Bakıya küllü miqdarda o balıqların idxalı ilə məşğul olub. Neysə girdik bir dənə dükana, o Axundov bağının yaxınlığında, yanında yerləşən bir balıq dükanı var ki, yol üstü bir dənə sudak balığı alaq. Həmən o restorana gedirik, zalom yanımızdadır. Dedik sudak da alaq verək ki, bizim üçün pişirsinlər. Neysə baxdıq sudaklara xoşumuza gəlmədi. Mən də baxan kimi baxıram, görürəm ki, balığın gözləri bildiz də belə çirkli, batılıq, qırmızı, yəni göz heç bilinmir də. Yəni bu da onun neyin söhbəti gedir orada? Yəni neyin göstəricisidir? Onun göstəricisidir ki, bu balıq dondurulub sonra bir də donu açılıb. Yəni ola bilər ki, hətta bir neçə dəfə dondurulub təzədən açılıb, dondurulub təzədən açılıb. Yəni ki, o balığa sveji balıq, təzə balıq demək olmaz. Neysə satıcı da yaxınlaşdı, gəldi. Mən də başımı belə kapüşon taxmışam, deyəsən tanıdı məni. Onu da mən sizə deyim, hardan tanıdı məni? O bizim qrupun üzvü idi, ya bəlkə mənə hindi də üzvü idi. Bir ara day inandırım sizə, nahalqa istəyirdi ki, reklam eləsin də. O da hər dəqiqə başı reklam qoyurdu, mən də silirdim. Reklam qoyurdu, mən silirdim. Eşitdiyimə görə nə qədər alıcılar var idi ki, bunların dükanlarından neysə alırdılar, xahiş eləyirdi onlardan ki, get sonra qrupda göstər Husnumir qrupunda. Yaz bunu ki, orada belə bomba balığıdır, aldım belə razıyam. Neysə özü bilərik. Neysə biz bu ilə danışdıq. Əməkdaşlığımız o ilə baş tutmadı. Mən ümumiyyətlə yəni belə deyim də, belə bir üzdə adamları xoşlamıram. Yəni nəsə bir sözün varsa, nəsə eləmək istəyirsənsə, buyur, gəl, danış, söhbət elə, işi kimi danışaq, məsələ həll eləyək. Həlbət yollarla, vakrubda okula, yəni çalışmaq mənim başımın üstündə atlanmaq istəyəndə, onu görəndə, şəxsən mən bunu özümə qarşı bir hörmətsizlik kimi qəbul edirəm. Məncə hamımız mənimlə razılaşarsınız da, yəni bu normal bir şeydir. Hə, baxdıq balığa ora-bura, bu əl istədi bir spor eləsin, sonra gördü, ola bilər tanıdı məni, başa düşdü ki, sporun yeri yoxdur. Yəni mən də indi özümə görə pis yaxşı öz adımı qazanmışam. Yəni ki, balıqdır, ətdir, toyuqdur, nə bilim, yemək məhsullarıdır. Mən özümə görə lap ləzzətli də başım çıxır. Yəni üzbözdə dayanan oponentin sözünə qulaq asan döyürəm. Özüm nə görürəm, onun nəticəsində özüm üçün bir nəticə çıxartıram. Gördüyümün əsasında. O fırlandı, çıxdı, getdi, qaldıq tək dükanda. Yəni o da biraz söylədiyim hörmətsizlik oldu ya. Yəni qoydu bizi, çəkildi qırağa. Əybi yox, özü bilər. Necə deyərlər, hörməti artıq olsun. Onsuz da boşluq idi. Mən sizə bir dənə söz deyim. Ümumiyyətlə bu şəhərdə olan balıq dükanları var, hamısında eyni maldır. Bax belə sudur. Yəni bir dənə qiymətlər fərqlənir. Qiymətlər də ki, həmən o balıq dükanı şəhərin mərkəzində nə qədər yaxın olsa, o qədər də, yəni yüksəkdir. Yəni bu heç kim üçün sir deyil ki, Azərbaycanda bu dəqiqə Bakıda balıq bazarı bizdə bərbad bir vəziyyətdədir. Yəni çeşid yoxdur, assortiment yoxdur. Eyni balıqlar damız, İran fareli, nə bilim, Qəbələ fareli, nə bilim, süni yetişdirilmiş Mingəçevirdən gələn asetrin balıqlar, yaxud İrandan gələn asetrin balıqlar, nərə balıqlarından söhbət gedir. Bir də Norveçdən gələn somqa. Yəni bunların iki şeyi fərqlənir yalnız. Təzəliyi, bir də ki qiyməti. Dükandakı özünüz başa düşürsünüz də, dükanlar bu dəqiqə hamısı uluyurlar, icarə haqqı böyüdür, dükanlarda o mal qalır, balıq da tez xarab olan bir şeydir. Ona görə dükanlardan balıq alanda çox müğəyyət olun. Sözsüz ki, yəni balığın yeri əgər təzə istəyirsinizsə, geriyə durub gedib bazara gedəsiniz. Yəni dükandan bu dəqiqə balıq dükanından nəzərə alsaq ki, bizdə hamısında eyni çeşiddir, balıq almağın məncə mənası yoxdur. Qiymətlərini nəzərə alsaq.
İstisna halları bəli, böyük gipermarketlər şəbəkəsi, bir də görürsüz ki, Araz məsələn bax elan eləyir balıq festivalı. Çünki Arazın ona imkanı çatır. Arazın 11 min işçisi var. Arazın minlərlə filialı var. Araz istəsə, yəni ki, onu eləyə bilir, aksiya eləyə bilir, amma dükan bunu eləyə bilmir axı. Çünki maddi tərəfdən gücü çatmır. Başa düşdünüz? Bu qədər, necə deyərlər. Dedim hələ sizə biraz yəni bildiyimlərimdən, eşitdiklərimdən məlumat verim ki, allanmayasınız qəlbdən qəlbə.